الحمد لله الذي أرسل رسوله بالهدى ودين الحق ليظهره على الدين كله ولو كره الكافرون. والصلاة والسلام على من la nebiyye ba'dah, amma ba'd. Məşhur olub zəif olan hədislərin zikri, bəyanı babından növbəti bir rivayəti zikr edəcək inşallah Teala. Bir şey qeyd etmək istəyirəm ki, bizim bunları bəyan etməkdən məqsədimiz heç də kimsə bizə Facebookda like qoysun və ya dislike qoysun, belə bir niyyətimiz yoxdur. Ümumiyyətlə, hər hansı bir başqa niyyətimiz yoxdur. İki niyyətdən başqa. Birincisi, salih əməl işləyib, ölümümüzdən sonra da olsa inşallah Teala bu salih əməlin müsəlmanlar üçün faydalı olmasının və haqqın yayılması niyyətimiz budur birincisi. İkincisi, müsəlmanlar və sözü dinləyib ən gözəlinə tabi olan müsəlmanlar faydalansınlar deyə və Allah Subhanahu bu haqq dini yayılsın deyə. Və inşallah bizim də digərlərinin fərqi ondadır ki, biz inşallah Allahın Resulü Muhammed ibn Abdillah sallallahu aleyhi və səlləmin səhih, ondan nəql olunmuş səhih rivayətləri danışırıq. Digərləri isə mən bunu bəyənirəm və ya bəyənmirəm, bu filankəsdir, bu bəhmənkəsdir, bunun qaşı belədir, bunun gözü belədir, filan vaxtda filan şey demişdir, filan vaxtda filan şey eləmişdir və s. Onlar da bunu danışırlar. Kimin sözü daha doğrudur, zaten bəllidir. Bu rivayət Hadisul Rayət-i Savad Əv-Səvdə qara bayraqlar hədisidir. İlk olaraq Hadisul Səvban, Səvbanın hədisi An Əbi Qilabə, An Səvban, Qalə Rasulullah sallallahu aleyhi və səlləm İzə rəəytumur rayəti səvədə əv-səvdə qad cəət min qibali Xurasan fə'tuhə فَإِنَّ فِيهَا خَلِيفَةَ اللّٰهِ الْمَهْدِ. Zikr olunur ki, yəni burada deyilir ki, güya Peyğəmbər sallallahu aleyhi ve sellem deyib ki, Xorasan tərəfdən olan qara bayraqları gördüyünüz zaman onlara doğru gedin. Şübhəsiz ki, orada Allahın xəlifəsi Mehdi vardır. Əxrəcəhu Əhməd. Qalə həddətənə Vəki'ə. Və dələil-i nübüvə lil-Beyhaqi. Qalə əxbərənə Ali ibn Əhməd ibn Abdan. أخبرنا أحمد بن عبيد الصفار حدثنا محمد بن غالب حدثنا كثير بن يحيى كلاهما وكيع وكثير بن يحيى عن شريك عن علي بن زيد عن أبي كلابة فذكره. قال البيهقي في دلائل النبوة وروي من وجه آخر عن أبي كلابة وليس بالقوي ثم ذكر حديث علي بن زيد. Deməli, bu hədisi Əhməd rivayət etmişdir, həmçinin və Beyhaqi Dələil-i Nübüvvədə rivayət etmişdir və rivayətdən sonra deyir ki, Beyhaqi bu hədis deyir, başqa yöndən nəql olunmuşdur Əbu Qiləbədən və deyir, qüvvəti deyildir. Sonra isə Ali ibn Zeyd bu hədisini zikr etmişdir. İsnaddakı, yəni ravilərə baxanda Ali ibn Zeyd ibn Abdullah ibn Züheyr ibn Abdullah ibn Cüd'an Ət-Teymi أبو الحسن البصري أصله حجازي وهو المعروف بعلي بن زيد بن جدعان ينسب أبوه إلى جد جده ضعيف من الرابعة مات سنة 31 وقيل قبلها رافضي خبيث متروك. Deməli, Ali bunun nəsəbini inşallah oxuduq, yəni kimlərin oğlu, kimlərdəndir. Bəsrədə olmuşdur, lakin əslən Hicazdandır. Ali ibn Zeyd ibn Cüd'an deyə tanınır. Atası babasının babasına ispat olunur. Zəifdir, 4-cü təbəqədandır. Ölüm tarixi 31-ci il. Rütbəsi rafidiyyün, xabithun mətruk, yəni rafisidir, xabistir və mətruk, tərk olunmuş birisidir. An Əbi Əsmə Ər-Rahbi An Səvban qalə Rasulullah sallallahu aleyhi və səlləmə yəqtətilu ində kənzikum tələthə kulluhum ibn xalifə ثم لا يصير إلى واحد منهم ثم تطلع الرايات السود من قبل المشرق فيقتلونكم قتلا لم يقتله قوم ثم ذكر شيئا لا أحفظه فقال فإذا رأيتموه فبايعوه ولو حظا على الثلج فإنه خليفة الله المهدي.
Burada da yani hadisin metninde zikr olunan sizin xəzinənizin yanında bir 3 qrup döyüşəcəkdir. Hamısı İbn Xəlifə, xəlifə oğludur. Sonra o heç kimə deyir, heç bunların heç birinə yəni getməyəcək, çatmayacaq həmin xəzinə. Sonra deyir, məşriq tərəfdən qara bayraqlar deyə çıxacaqdır. Deyir, sizinlə heç bir qövmün döyüşmədiyi bir döyüş və yaxud da ki, sizi heç kimin öldürmədiyi kimi öldürmək, yəni qətl baş verəcəkdir. Allahu aləm, yəni tam anlaşılmır həmin ibarə. Ravi deyir ki, sonra deyir, bir şey zikr etdim, onu yadımda saxlaya bilməmişəm. Sonra deyir, dedi ki, onları gördüyünüz zaman onlara beyət eləyin. Və həqiqətən də deyir, o Allahın xəlifəsi Mehdidir. Hədisi İbn Məcə rivayet etmiştir. Daha sonra Bəzzar rivayet etmiştir. Yəni bunları uzunca oxumağa inşallah ehtiyac duran nəticəyə gəldi inşallah. Bunların altısı da yəni bu zikr olunur, yəni hansı uzunca zikr olunur. Onların altısı yəni kimlər? Muhammed ibn Yahya, Ahmed ibn Yusuf, Ahmed ibn Mansur, İbrahim ibn Subeyd Şəbami, Yaqub ibn Hamid ibn Kasib və Muhammed ibn Məs'ud an Abdurrazzaq. Bunların hamısı Abdurrazzaqdan rivayet etmişlərdir. Həmçinin Hakim Müstədrak kitabında başqa bir isnadda rivayet etmiştir. Kilahuma, yəni həm o həm də Hakim, yəni Abdurrazzaqdan Hakim. Kilahuma Abdurrazzaq və Hüseyn ibn Hafs an Sufyan el-Thawri an Xalid el-Hazza an Abi Kilabə an Abi Əsmə el-Rahbi fəzəkərə. Yəni bunlar da bu isnadda rivayet etmişlərdir hədisi. Və axracahu Nuaym ibn Hammad fil fitan قال حدثنا أبو نصر الخفاف عن خالد عن أبي كلابة عن ثوبان فذكرها موقوفا على ثوبان وليس فيه أبي أسماء الرحبي. Abu Nuaym ise Fitan kitabında başka bir isnadla bunu rivayet etmiştir ve o mevkuf olarak zikretmiştir Savban'dan. O isnadda Abu Asmar Rahbi yoktur. Abu Asmar Rahbi ümumiyyətlə bu tabiin nəslindəndir. Tərcüməyi halı bilinmir. Məchul sayılan birisidir. Yəni bilinmir kimdir, yəni kimlərdəndir. Yəni halı nədir bilinməyən birisi. Sadəcə ondan çoxlu hədislər rivayet olunmuşdur. Həmçinin Beyhaqi bunu Dəlail-i Nübüvvədə rivayet etmişdir. Və deyir ki, Axrəcəhul Beyhaqi fi Dəlail-i Nübüvvə ənbəənihi Əbu Abdullah el-Hafız والحاكم في المستدرك قال أخبرنا الحسن بن يعقوب بن يوسف العدل حدثنا يحيى بن أبي طالب حدثنا عبد الوهاب بن عطاء أنبأنا خالد بن الحذاء عن أبي كلابة عن أبي أسماء عن ثوبان موقوفا أيضا. Yani bu isnadda da yine mevkuf olarak rivayet etmişler. Tabii ki bu da zayıftır. Hiçbir değeri yoktur. قال ابن حجر الأسقلاني في القول المسدد الحديث الثالث عشر حديث إذا أقبلت الراية السود من خراسان فأتوها فإن فيه خليفة الله المهدي. İbn Hacer el-Asqalani El-Qavl-ül Musaddad kitabında səhifə 42-də deyir ki, 13-cü hədis, o da hədisin deyir, adı bir adlandırır ki, Xorasan tərəfindən qara bayraqlar çıxdığı zaman ona doğru gedir və orada Allahın xəlifəsi Mehdi vardır. Və davam edir, deyir, Əvradahu İbn-ül Cəvziyyi fil mevduati min hədisi Ubeydətə və huvə İbn Amr İbn Abdullah və huvə İbn Məs'ud və qad əxədəhul İmam Əhməd min hədisi Thəvban ومن طريقه أخذه ابن الجوزي أيضا في كتاب الأحاديث الواهية وفي طريق ثوبان علي بن زيد بن جدعان وفيه ضعف ولم يقل أحد إنه كان يتعمد الكذب حتى يحكم على حديثه بالوضع وإذا انفرد وكيف وقد طبع من طريق آخر رجاله غير رجال الأول أخذه عبد الرزاق والطبراني. Deyir ki, İbn Hacer el-Asqalani deyir ki, bu hədisi deyir İbn Cəvzi Mevduat kitabında zikr etmişdir və tariqini zikr eləyir, yəni sənədini zikr eləyir. Və sonra Ali ibn Zeyd haqqında danışır və deyir ki, yəni bu adam bir qəsdən yalan danışmayan birisi. O zaman ona görə də deyilə bilməz ki, bu hədis mevdudur, yəni hiçbir sənədi yoxdur. Və sanki biraz onu yəni müdafiə eləyir Ali ibn Zeydi. وأخرجه أحمد أيضا والبيهقي في الدلائل من حديث أبي هريرة يرفعه يخرج من خراسان رايات سود ولا يردها شيء حتى تنسب بإيلاء وفي سنده رشدين ابن سعد وهو ضعيف.